İsti kalium OH məhlulu ilə xlor qazının reaksiyası zamanı reaksiya daxil olan qələvi və alınan duzların kütlələrinin zamandan asılı olaraq dəyişmə qrafikinə əsasən M və N-i hesablayın. İlk öncə xlorun qələvi ilə reaksiyasını yazsaq, 3 xlor 2 plus 6 kalium OH alınır 5 kalium xlor plus kalium xlor O3 plus 3H2O. Deməli, reaksiya girən maddələr miqdarca azalır, reaksiyadan alınan maddələr isə miqdarca artmalıdır. Deməli, bizdə miqdarca azalan bu qrafik reaksiya daxil olan maddə qələvini göstərmiş olacaq, kalium OH. Digər iki qrafik isə duzlara aid olacaq. Hansı qrafik hansı duza aid olduğunu bilmək üçün ilk olaraq deməli, reaksiya üzrə maddələrin kütlələrini qeyd eləyək. Nisbi molekul kütlələrini burada göstərmişəm. Kalium OH 56-dır. Deməli, 6 vur 56 qram daxil olan qələvidir. Alınan kalium xlor 5 vurulsun 74,5 qram. Kalium xlor O3 də 122,5 qramdır. İndi bu iki duzun, yəni kalium xlor və kalium xlor O3-ün kütlələrinə baxdıqda kalium xlorun daha böyük olduğunu görə bilirik. Deməli, bu qrafik kalium xlora, bu qrafikdə kalium xlor O3-ə aid olmuş olacaq. Bu verilən iki kütləni bir-birindən çıxsaq 250 qram tapa bilirik. Yəni, bu reaksiya üzrə duzların kütlələri bir-birindən 250 qram çoxdur. Amma qrafikdə bir-birindən 50 qram çox olduğunu görə bilirik. Deməli, bu kütlə 5 dəfə daha az verilib. Ona görə də reaksiya üzrə hər bir maddənin kütləsini 5 dəfə azaldaq. Yəni, bu 6 vur 56-dan 5 dəfə az olmuş olacaq. 67,2 qram olacaq. Kalium xlor 5 dəfə azaltdığımızda 74,5 qram. Kalium xlor O3 5 dəfə azaltdığımızda 24,5 qram olmuş olacaq. Deməli, bu M plus 50-nin qiyməti 74,5 qram, M-in də qiyməti 24,5 qram olmuş olacaq və burada da iki kütləni bir-birindən çıxanda 50 qram olduğunu görə bilirik. Deməli, bizə lazım olan cavab M 24,5 və qələvi 67,2.